Sizdən xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Hər vaxtınız xeyir dəyərli izləyicilər. Günün ən son və ən aktual xəbərləri ilə qarşınızdayıq. Azərbaycanda sürücülük vəsiqələrinin verilməsi ilə bağlı yaş məhdudiyyəti tətbiq oluna bilərmi? Bu sual son günlər geniş müzakirələrə səbəb olub. Hüquqşünas mövcud qanunvericiliyi izah edərək məsələnin bütün detallarını açıqlayıb. Eyni zamanda Rusiya-Azərbaycan münasibətləri ilə bağlı yayılan son dəqiqə açıqlaması diqqət mərkəzindədir. Digər mühüm hadisədə isə soydaşlarımızın olduğu gəmilərin vurulması nəticəsində 5 azərbaycanlı həlak olub. Hadisənin təfərrüatları, görüntülər və son məlumatlar videomuzda. Sürücülük vəsiqəsini yeniləmək üçün yaş məhdudiyyəti varmı? Hüquqi izah. Nəqliyyat vasitələrinin idarə edilməsi və sürücülük hüququnun rəsmiləşdirilməsi məsələləri Azərbaycan qanunvericiliyində konkret normativ aktlarla tənzimlənir. Müəyyən bir yaş həddinə çatmış, xüsusilə ahıl və yaşlı kateqoriyadan olan sürücülərin vəsiqə müddəti bitdikdə, onların bu sənədi yenidən əldə edib edə bilməyəcəyi, qanunvericilikdə yuxarı yaş həddinin mövcud olub-olmaması həm sürücülər, həm də onların yaxınları tərəfindən tez-tez verilən və cəmiyyətdə maraq doğuran suallardan biridir. Təcrübədə bir çox vətəndaşlar elə hesab edirlər ki, müəyyən bir yaşdan sonra sükan arxasına keçməyə hüquqi qadağa qoyulur və ya proses çətinləşir. Bu cür hallara aydınlıq gətirmək, ümumiyyətlə qanunun bu barədə mövqeyini dəqiq öyrənmək məqsədilə Oxu 24 mövzuya işıq salıb. Məsələnin hüquqi tərəflərini, qanunun tələblərini və tətbiq edilən əsas meyarları aydınlaşdırmaq üçün hüquqşünas Əkrəm Həsənov Oxu 24 danışıb. Qanunda yaş məhdudiyyəti varmı? Hüquqşünas Əkrəm Həsənov bildirib ki, sürücülük vəsiqəsinin istər ilk dəfə alınması, istərsə də müddətinin uzadılması prosesində vətəndaşlar üçün hər hansı bir yuxarı yaş həddi və ya yaş məhdudiyyəti qoyulmayıb. Yəni qanunvericilik yuxarı yaşda olan şəxslərin sadəcə təvəllüdünə görə sükan arxasına keçməsini qadağan etmir və onların hüquqlarını məhdudlaşdırmır. Ekspert vurğulayıb ki, bu məsələdə dövlətin və qanunun tələb etdiyi yeganə və ən əsas şərt sürücünün fiziki və psixoloji cəhətdən nəqliyyat vasitəsini idarə etməyə hazır olmasıdır. Hüquqi prosedura əsasən sənədini yeniləmək istəyən hər bir yaşlı vətəndaş mütləq şəkildə müvafiq qaydada tibbi müayinədən keçməlidir. Əgər tibbi komissiya şəxsin görmə qabiliyyətini, ümumi reaksiyasını və sanksiyasını yoxladıqdan sonra onun sağlamlıq vəziyyətinin avtomobil idarə etməyə tam imkan verdiyi barədə müsbət rəy verərsə, həmin şəxs heç bir problemlə qarşılaşmadan sürücülük vəsiqəsini yeniləyə bilər. Hüquqşünas məsələnin birbaşa qanunvericilik tərəfini və açıqlamasında səsləndirdiyi fikirlərin mahiyyətini bu cür ifadə edib. Qanunvericilikdə hər hansı bir yaş məhdudiyyəti nəzərdə tutulmayıb. Burada ən əsas və yeganə meyar sürücünün sağlamlıq vəziyyətidir. Vətəndaş ilk növbədə müvafiq tibbi müayinədən keçməlidir. Əgər həkimlərin rəyi müsbət olarsa, yəni sağlamlığı sükan arxasına əyləşməyə imkan verərsə, bəli, bundan sonra o tam qanuni şəkildə sürücülük vəsiqəsini yenidən ala və nəqliyyat vasitəsini idarə edə bilər. Qeyd edək ki, qanunun bu yanaşması yaşından asılı olmayaraq, fiziki durumu yerində olan hər bir vətəndaşın hərəkət azadlığını və hüquqlarını qoruyur. Sürücülük vəsiqəsinin müddəti bitən yaşlı sürücülər də sənədlərini yeniləmək üçün ilkin olaraq poliklinikalarda tibbi arayışı forma 86 təmin etməli və müayinə nəticələrinə uyğun olaraq müvafiq qeydiyyat imtahan şöbələrinə müraciət etməlidirlər. Rusiya Federasiyası Azərbaycanla münasibətlərin bütün istiqamətlər üzrə inkişafında maraqlı olduğunu və mədəni-humanitar əməkdaşlığın tam bərpasını vacib hesab etdiyini bəyan edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bu açıqlaması son dövrlərdə Moskva ilə Bakı arasında müşahidə olunan müəyyən gərginlik fonunda diqqət çəkib. Politoloq Züriyə Qarayevanın sözlərinə görə, Zaxarovanın bəyanatı ilk növbədə Moskvanın Azərbaycanla münasibətlərin daha da pisləşməsində maraqlı olmadığını göstərən siyasi siqnaldır. Ekspert hesab edir ki, Rusiya Azərbaycanın Cənubi Qafqazda mühüm siyasi və iqtisadi güc olduğunu yaxşı anlayır. Buna görə də Bakı ilə münasibətlərin uzunmüddətli gərginlik mərhələsinə keçməsi Rusiyanın regiondakı maraqlarına uyğun deyil. Politoloq qeyd edir ki, Moskva hazırki mərhələdə daha çox humanitar və mədəni əməkdaşlıq vasitəsilə dialoqu bərpa etməyə çalışır.
Mədəniyyət, təhsil, elm və humanitar layihələr siyasi mübahisələrdən daha az riskli sahələr hesab olunur və tərəflər arasında etimadın yenidən formalaşmasına kömək edə bilər. Bu baxımdan humanitar diplomatiya münasibətlərin normallaşdırılması üçün bir növ körpü rolunu oynayır. Bununla yanaşı, ekspert vurğulayır ki, təkcə xoşməramlı bəyanatlar münasibətlərin tam bərpası üçün kifayət deyil. Əsas məsələ tərəflərin bundan sonra atacağı praktiki addımlardır. Əgər Moskva və Bakı regional təhlükəsizlik, nəqliyyat dəhlizləri, iqtisadi əməkdaşlıq və digər həssas məsələlərdə qarşılıqlı hörmət və konstruktiv yanaşma nümayiş etdirsələr, münasibətlərdə yeni müsbət mərhələ başlaya bilər. Qarayevanın fikrincə, etimad mühitinin tam bərpası yalnız mədəni tədbirlərlə məhdudlaşmamalıdır. İqtisadi əlaqələrin genişlənməsi, ticarət dövriyyəsinin artırılması, regional təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi və Cənubi Qafqazda sabitliyin qorunması əsas prioritetlər olaraq qalır. Kommunikasiyaların açılması və regionda kənar təsirlərin minimuma endirilməsi də tərəflər arasında əməkdaşlığın gələcəyinə təsir göstərəcək mühüm amillərdir. Beləliklə, Mariya Zaxarovanın açıqlaması Moskvanın Bakı ilə münasibətləri yumşaltmaq və dialoqu bərpa etmək istədiyinə dair mühüm siqnal kimi qiymətləndirilə bilər. Lakin bu prosesin uğurlu olub-olmayacağı verilən bəyanatlardan deyil, tərəflərin yaxın dövrdə atacağı real siyasi və iqtisadi addımlardan asılı olacaq. Bugün gecə saatlarında Azov dənizinin Taqanrog körfəzində heyətində ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşının olduğu Natra və Zirkon yük gəmilərinə dron hücumları həyata keçirilib. Oxu-Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi XİN məlumat yayıb. Bildirilib ki, hücum nəticəsində ümumilikdə 5 nəfər vətəndaşımızın həlak olduğu, 3 nəfərin isə yaralandığı barədə Rusiya tərəfindən müvafiq məlumat daxil olub. Yaralılar Yeysk şəhər xəstəxanasına yerləşdiriliblər. Hazırda məsələ ilə bağlı XİN tərəfindən aidiyyəti dövlət qurumlarımız, ölkəmizin diplomatik nümayəndəlikləri, habelə müvafiq ölkələrin səlahiyyətli qurumları ilə əlaqələndirmə işləri həyata keçirilir. Rusiyadakı səfirliyimizin bir neçə nəfər əməkdaşı hadisə yerinə yola düşüblər. Vətəndaşlarımızın vəziyyəti, onların ölkəyə qaytarılması və zəruri konsulluq dəstəyinin göstərilməsi məsələləri diqqətdə saxlanılır. Həlak olanların ailə və məhvələrinə və dərin hüzünlə başsağlığı verir, yaralananların tezliklə şəfa tapmasını arzuluyuruq. XİN-dən bildirilib. Ukrayna Silahlı Qüvvələrinin USG, Pilotsuz Sistemlər Qüvvələrinin PSG komandanı Madyar ləqəbli Robert Brovdi Azov dənizi akvatoriyasında gəmilərə zərbələr endirildiyini təsdiqləyib. Oxu-Az xəbər verir ki, daha əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi bildirmişdi ki, Azov dənizində göyərtəsində 25 ölkə vətəndaşının olduğu 2 yük gəmisi pilotsuz aparatlar tərəfindən hücuma məruz qalıb, onlardan 5-i həlak olub. Özünün Telegram kanalında Brovdi bildirib ki, USG-nin PSG qüvvələri Azov dənizinin şimal sahilindəki limanlarda yük gəmilərinə zərbələr endirib.